Dəfələrlə tövsiyə eləmişik kişilərə, qardaşlarımıza ki, ailəvizə tez gedin, gecə 2-də, 3-də getməyin. İndi istisnalar ola bilər, onu qoyduq kənara. Həmişə də bu hal olmasın. Həyat yoldaşından otur bir çörək yiy, həyat yoldaşından söhbət elə, ona şəxsiyyətini sındırma, ona dəyər ver. Nə qədər danışmışıq bu söhbətləri. Mən hərdən deyirəm, görürsən, bu qədər danışmaq olar. Hərdən deyirəm hətta ki, o qədər danışacağım bu söhbəti, deyəcə də bəsdir də bundan danışdım. Deyişləmə olsun. Amma da biz o qədər müraciətlər olur, o qədər xəbər göndərirlər bizə, məcburam. Adam məcbur olur. Özü nə qədər mövzu var, danışaq da. Amma yox, insan möhkəm oldu. Elə ki möhkəm oldu, daha sınmır o. Elə ki möhkəm oldu, daha sınmır. Deyir, Kufə məscidində biri ibadət edir, yəni cavan idi. İbadət edirdi. Bir dənə xanım hey o tərəfdən gəlib ona baxırdı. 2 gün, 3 gün, axırda bu məsciddən çıxanda xanım yaxınlaşdı ona.